Böyrək daşı ən çox kimlərdə yaranır? Böyrək daşı hamıda yarana bilər, amma bəzi insanlarda risk daha çoxdur. Ən birinci risk qrupu az su içənlərdir. Çünki bədən susuz qalanda sidik daha qatı olur, yəni minerallar sidikdə daha sıx toplanır və kristallaşma ehtimalı artır. İkinci risk qrupu isə çox duz yeyənlərdir. Duz çox olanda sidikdə kalsium atılması artır və bu da bəzi daşların yaranmasına zəmin yaradır. Üçüncü qrup isə artıq çəkili və piylənməsi olan insanlardır. Araşdırmalar göstərir ki, artıq çəki və onunla əlaqəli metabolik dəyişikliklər böyrək daşı riskini yüksəldə bilər. Dördüncü qrup isə çox ət yeyənlərdir. Xüsusilə gündəlik rasionunda heyvani zülal həddən artıq olanlarda da böyrək daşı yaranma riski çoxdur. Əgər ayaqlarda və üzdə şişkinlik varsa, sidiyə gedərkən göynəmə, tez-tez sidik yolları narahatlığı kimi hallar yaranıbsa, xırda duz kristallarının düşmə ehtimalı varsa, sizə diurnesin məsləhət görə bilərəm. Diurnes dərman deyil, qida əlavəsidir. Tərkibində qızıl çətir otu, levistik kökü və rozmarin yarpağının ekstraktı var. Bu bitkilər böyrəkdə qan dövranını yaxşılaşdırır, antimikrob və iltihab əleyhinə təsir göstərməyə, daşların yaranmasının qarşısını almağa dəstək olur. Sidik ifrazını artırır və sidik yollarında yaranan spazmı azaltmağa kömək eləyir. Bundan əlavə bədəndə, ayaqda və üzdə olan şişkinliyin azalmasına da kömək eləyir. Sidiyə gedərkən yaranan göynəmə və ağrıların yüngülləşməsinə də dəstək olur. İstehsalçı ölkəyə fikir vermək lazımdır. Avropa istehsalı da Polşadan gəlir. Əksər apteklərdən əldə eləmək mümkündür. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi unutmayın.